Süd, qatıq, şort, tvaroq var, kəsmik. Süd var, qatıq var, tvaroq var, kəsmik. Nə olub bax içində qışqırsan, səsin özünə xoş gəlir. Əvvəlcə qatıq, süd, qaymaq, kəsmik satıram. Şal da. Hə, mənim nəyimə lazımdır sənin süd qatığını? İmkan ver qoy cəmaət yatsın. Necə çıxırsan sən həyətdə? Bu elə belə süd qatıq deyil, oradan buradan yığıb gətirdiklərimdir. Bizə nə keyfiyyətlidir? Hə, elə keyfiyyətli olur. Yəqin sən keyfiyyətli məhsul görməmsən, Hə, necə olur ki? Gözlə mən düşüm gəlib göstərəcəm sənə harda olur keyfiyyətli məhsul. Hə? Bax Məhəbbət, arazda satılan Belarusya məhsulları yüksək keyfiyyətlidir, həm də tam təbii inək südündən hazırlanıb. Ona görə də qısa müddətdə istifadə edilməlidir. Təbii olduğu üçün məhsulların ömrü 30-45 gün arasıdır. Və bu da məhsulun nə qədər keyfiyyətli olduğunu göstərir. Hə, nə yaxşı hə, balaca. Nə varsa Məhəbbət? Hə, bundan da biraz ev aparım da, ha. Göz sumkadan götür bunu, gedək kassada. Mən bunu ödənişli eləyim, sən sonra alarım. Eləyirsən? Evdə istifadə Hə, edəcəksən. onda yaxşı deyən, bu 2 dənə də götür. Gəl. Ondan da bir dənə, süddən də bir dənə götür. Mən süddən kəsirəm.